əsər yazıla bilər. Lakin o təbliğ olunmasa, rəhbərdə yatacaq, kitabxananın bir gündə qalacaq, bəlkə də unudulacaq. Mütləq hər bir əsərin, istəyir bədii əsər olsun, istəyir elmi əsər olsun, onun təbliği işi mütləq olmalıdır və bu işi bir daha buna görə bu idarəyə minnətdarlığımı bildirirəm. O ki qaldı Ruslana və Ruslanın həm bir elm sahəsində, həm bir insan günü burada bizim gözəl tədbirçilər onu ifadə etdilər. Həm də Ruslanı bir nümunəvi insan kimi, yəni mübarək insan kimi, həm elmi, həm elmi olan bir insan kimi tanıdım və inanıram ki, Fürdün müəllimə dediyi kimi o üzərində işləyə-işləyə bizim ən böyük ziyaların sırasında önünə yer alacaq. O ki qaldı Muğam sənətinə, doğrudan da bu bir həqiqətdir ki, Azərbaycan xalqı dünyaya elə musiqi nümunələri bəxş edir ki, bunların tarix bərabərliyi yoxdur. Bunu həm ölümü dərk etməliyik, həm də nə qədər dərk edilirsə, bir rüyada onu təbliğ etməliyik. Muğam sənəti, aşıq sənəti demək olar ki, dünya miqyasında bizim bu sənətdə bərabər olan sənət nümunələri yoxdur. Və bu misalı mən tez-tez qeyd edirəm və bu dəfə də qeyd etmək istəyirəm ki, Fikər Təmirovun Şur Simfonik Muğamı Amerikada, New York şəhərində 1968-ci ildə ifa olunarkən çox böyük bir dirijor idi, dünya miqyaslı dirijor idi, Sapkowski bir dirijordur. Onu ifa ederkən dəhşətə gəldi. Dedi olur ki, bir simfoniya kimi, bir simfonik janr kimi qərb dünyası bunu yaradı. Təxminən 1500 ildən 600'e yaxın bir yol çəkmişdir. Lakin biz bunların naib olduğuna, Muğam, simfonik Muğamın naib olduğuna, naib istəmişim naib olmaq mümkün olmuyor. Bu nədir? Yəni, musiqi fikrinin fasiləsiz diyalektik inkişafı. Və Muğam haqqında nə qədər yazılırsa yazılmalıdır. Və bizim də böyük çəkinimiz ondandır ki, bizi zaman-zaman öz konumuzdan uzaqlaşdıraraq, ən böyük konumuz da bizim əlifba olub. 20-ci əsrdə əlifbanımız 4-5 dəfə dəyişildi. Onun üçün onu görə orta əsrlərdə yaranmış elmi əsərlərlə bizim əlaqəmiz qırıldı. Ruslar bu işte de gösterilip bir adı deyildiği kimi bu edebiyat sahasında böyük mənbələr var, orta əsərlərə də müraciət etmişdir. Deməli, Ruslan bizim padişahların bir daha önümüze Azərbaycan xalqının məhsul olduğunu sübut etdi. Çünki padişahlar, Bayat İslam'dır, bəzi şöblər Bayat İslam'dır. Ona iddia olan birçok xalqlar vardı, xüsusən Farslar və bu əsərlə Ruslan sübut etdi ki, bu Azərbaycan xalqının bədii təfəkkürünün məhsuludur. Bəli, Muğam bir dəstgah kimi UNESCO-nun qəbul etdiyi qeyri-maddi bir şah əsəri olmasını təsadüfi deyilmi? Bunu dünya səviyyəsində mütəxəssislər inceləyib və görüb ki, doğrudan bu həm ustadlara layiqdir. Və təbii ki, benim o təbliğat işi böyük işdir və bizim birinci vitse-prezidentimiz Memur Xanın bunun arkasında durması gücü məsul ola bilər, onun təbliğat edilməsi, ona sahib olması, onu təbii ki, ətraflı olanlar ona sahib olmaq istəyəcək. Bir daha Ruslan sənə uğurlar ortaya edən uğurlarının işte Fürdün müəllim yaxşı qeyd edir ki, bunu davam etdir. Niyə deyirlər? Təmbəlləşmə, teatr formaya düşmüsən, idmançı kimi
formda kalmak için bu işi devam ettirmelisin. Uğurlarınızı veren inşallah yeni talimatlarda seninle görüşmeye ümitiyle ayrılırız.